Əgər siz də mənim kimi tez-tez termos almaqdan bezmirsinizsə, onda videonu sona kimi izləyin. Termos alarkən mütləq diqqət edin ki, içində 304 yazılı kod olsun. Bu Poladın kodudur və o deməkdir ki, termos istiyə və soyuğa davamlıdır və paslanmaz materialdan hazırlanıb. Mən termos alarkən güvəndiyim və bildiyim yerdən alıram. Buna görə seçimim həmişəki kimi termos az səhifəsidir. Mütləq səhifənin aşağıda qeyd edəcəm. Mütləq keçdiliyin baxın. İstər məktəblilər üçün, istər özünüz üçün fərq etmir. İstədiyiniz termosu seçə bilirsiniz və sizə özəl istədiyiniz yazını və sözləri yazdıra bilirsiniz. Mən qızım üçün adını və bürcünün işarəsini ora qeyd elətdirmişdim. Çox gözəldir. Həm hədiyyəlik, istər hədiyyə edin kiməsə, istər özünüz istifadə eləyin. Çox gözəldir və həqiqətən də buradan aldığım termoslar çox keyfiyyətlidir. Mən bütün termoslarım buradandır. Bu da yenə də yağmur üçün, yenə də şir bürcünün işarəsidir. Gördüyünüz kimi üstü sensorludur. İçində olan dərəcəsi görünür ki, içində o suyun temperaturu nə qədərdir. Səhifənin aşağıda qeyd edəcəm. Mütləq keçdiliyin baxın. Çox bəyənəcəksiniz.